Həftəlik bürclər Qoç, Şirox atan bürclərini, od ünsürlərini 19 maydan 26 maya doğru nə gözləyir? Birinci Qoçlardan başlayaq. Mən bu həftə od ünsürlərində sevindirici bəzi nüanslar var, bəzi nüanslara təəccübləndim. Qoçlara baxanda Qoçlar siz aktivləşməyə zamanında keçirsiniz, başa düşürsünüz, amma Saturn Qoç bürcünə keçid eləməyinə baxmayaraq siz yatmış bir vəziyyətdəsiniz. Pauza vəziyyətinə keçirsiniz. Yorulmuşam, hər şey üstümə gəlir, psixoloji olaraq gərginliyim var, qərarsızlığım var, insanlar məni manipulyasiya edir, təsirə salırlar. Və ən əsası ehtiyatlı olun. Dövlətlə, sənədlə, kreditlə və yaxud da bilmirəm, dövlətlə əlaqədar nə işləriniz varsa burada problem yaşaya bilərsiniz. Öz etdiyiniz bəzi yarımçıq işlərin üstü açıla bilər və yaxud da yarımçıq qoyduğunuz pul maddiyyatla əlaqədar kredit, borc falan nələrsə onların problemlərini bu həftə yaşaya bilərsiniz. Və narahat edici bir məqam nədir? Həftənin əvvəllərində pauza vəziyyətində olursunuz. Həftənin sonlarına doğru ailəvizdə olan mübahisə, ailəvizdə olan yarımçıqlıqlara görə daha da donmuş vəziyyətdə, heykəl vəziyyətinə, mumyalanmış bir vəziyyətə keçirsiniz. Qoçlar, bu həftə özünüzə fikir verməlisiniz. Dövr sizin dövrünüzə keçirik. Düzdür, bu həftə Qoç və tərəzilər üçün o qədər də uğurlu bir həftə olmasa belə, onları sirkələsələr belə, biraz özünüzü dəyişməlisiniz, biraz özünüzü zaman çərçivəsinə doğru o gizli qalmış yarımçıqlıqlarınızdır, içinizdə olan narahatçılıqlardır, beynimizdə olan psixoloji baskılardır. Bunların hamısını həll etməlisiniz. Buna baxmayaraq, şanssız deyilsiniz. Sadəcə beyninizdə olan sualların elə bir bu həftə cavabını axtaracaqsınız. Axtardıqca da bloklanacaqsınız. Axtardıqca da səssizləşəcəksiniz. Özünüzü düzəltməyə çalışa bilsəz, çox çətin də olsa 64%-ə qədər həftənizi uğurlu edə bilərsiniz Qoç bürcləri. Şir bürclərinə gələndə isə Şir bürcləri bu həftə kəşf edəcəksiniz ki, hər şeyin zamanı çox qısadır. Hər şeyin zamanını dəyərləndirməyə çalışacaqsınız. Gözünüzü yumacaqsınız, istədiyinizi əldə etməyə çalışacaqsınız. Gözünüzü yumacaqsınız, yaşadığınız hər şeyin, belə deyim, dəyərini, insanların, münasibətin, maddiyyatın, hər şeyin dəyərini öyrənməyə başlayacaqsınız. Bu həftə sizin üçün dəyərli insanlar kimsə və yaxud da dəyərli zaman kimlə keçirsə, bunun dəyərini biləcəksiniz. Qoç, şir qadınları yelpənək vəziyyətinə keçəcəksiniz. Yəni istədiyinizi zaman çərçivəsinə doğru dəyişib, havalandırıb, yenilənmə, fokuslanma, maskalanma bir vəziyyətdə olacaqsınız. Yarımçıq qalmış münasibətlərinizi bu həftə bitirəcəksiniz. Artıq zamanıdır. Uzatmağın heç bir mənası yoxdur. Çünki zaman çərçivəsində sizin yarımçıq qoyduğunuz münasibətlər sizin enerjinizi alacaq, sizi qocaldacaq. Ruhsal enerjiniz zamana doğru zəiflətmiş bir vəziyyətdə olacaq. Bu həftə sosiallıq içərisində sizi seçəcəklər. Sosiallıqda elə bir ki, işıq kimi parlayacaqsınız və siz işdə ola bilər, mühitinizdə ola bilər, dost ətrafında ola bilər. Sizi seçib önünə çəkmiş bir nüansları yaşaya bilərsiniz. Bəli, şir qadınlar bu həftə daha çox uğurlusunuz. Çünki şir kişiləri bu həftə beynində olan narahatçılıqlar, başında olan qarmarit, migren, təzyiq və yaxud da baş ağrılarında, nəfəs sistemində olan nə narahatçılıqlar varsa, kişi şirləri, onların fokuslanmasında, sümüksel də bəzi problemləriniz olacaq. Onların fokuslanmasında olacaqsınız. Amma bu həftə elə bir magiyavız, elə bir gücünüz olacaq ki, şirlər insanları zəbt etmək, insanları ələ almaq, insanların sizdən qorxması, çəkinməsi, insanların sizlə əlaqədar olaraq yarımçıq məqamda qərarsız qalmasını belə qabağını almağı bacaracaqsınız. Gözəl həftədir, 84%-ə qədər şirlər həftənizi uğurlu edə bilərsiniz. Sadəcə və sadəcə yarımçıq bütün münasibətlər, bütün insanları həyatınızdan çıxartmalısınız. Oxatanlara gələndə oxatanlar demək olar bu həftənin uğurlarından biri sizsiniz. Gözünüz aydın olsun, yeni bir zamana keçirsiniz, yeni bir uğura keçirsiniz. Çünki şans olaraq, yeniləncək olaraq, aktivləşmə olaraq özünüzü qabağa çəkmiş bir nüansınız olacaq. Pul maddiyyatla əlaqədar çoxdan da gözlədiyiniz yenilik yox, çoxdan da dövlətlə, rəsmiyyətlə əlaqədar nə işlər etmək istəyirsinizsə, bu həftə onların hamısını edə bilərsiniz. Bu həftə oxatanlar ətrafınızda o heykəl kimi dayanmış, özlərini sakit aparan insanların əsl üzlərini görəcəksiniz. Onların sizə qarşı düşüncələri, onların sizə qarşı hərəkətləri, hər şeyi analiz edəcəksiniz. Mühitdə seçiləcəksiniz, şans, uğur, günəş sizin yanınızda olacaq və yenə deyirəm, hansı tərəfə çevirirsən, çevir oxatan şansınız o qədər yüksəkdir ki, hara addım atırsınız, hardan aktivləşmək istəyirsinizsə, hardan yenilənmək istəyirsə, bunları özünüzə doğru çəkə bilərsiniz. Övladlarınıza bu həftə oxatanlar çox zaman ayırmaz. Çünki onların sizin enerjinizə həqiqi mənada ehtiyacları həddən artıq çoxdur. Pis həftə deyil, gözəl həftədir. 88-90%-ə qədər oxatan özünüzü aktivləşdirə bilərsiniz. Bircə dənə nüanslar var. O da ən böyük problem, belə deyim də, özünüzü çərçivəyə salmaq, özünüzü qısıtlamaq. Buna ehtiyac yoxdur oxatanlar.